Salam hörmətli izləyicilər, coğrafiya müəllimi Həmzəyev Şakir. Mən sizə bu gün DİM-in 2025-ci il nəşrindən Biosfer coğrafi təbəqə yerin komponentləri mövzusunda olan test tapşırıqlarının izahatını verəcəm. Gəlin ilk test tapşırığımıza nəzər yetirək. Deyir, səhra iqlimi üçün səciyyəvi olan rütubətli əmsalı. Biz bilirik ki, səhralarda rütubətli əmsalı, ümumiyyətlə rütubətli əmsalı bərabərdir yağıntını mümkün buxarlanmaya böləndə rütubətli əmsalı tapılır. Səhralar üçün rütubətli əmsalı vahiddən kiçikdir. Məsələn, rütubətli əmsalı əgər 0,1 olarsa, 0,1 və yaxud 0,1 rütubətli əmsalında səhra yaranır. Yəni bu da o deməkdir ki, məsələn 200-ü 2000-ə bölsək 0,1 rütubətli əmsal eləyir. A variantına fikir versək 200 bölü 100 rütubətli əmsalı vahiddən böyük 2-dir. Ona görə A variantı olmaz. B variantında 1000-i 900-ə böləndə vahiddən böyük eləyir. D variantında 100-ü 100-ə böləndə vahid eləyir. D variantı olmaz. E variantında 500-ü 400-ə böləndə vahiddən böyük eləyir. Y variantı olmaz və testin düzgün cavabı C variantıdır. 100-ü 200-ə bölsək 0,05, bu da yuvarlaq 0,1 eləyir. 0,1. Belə bir rütubətli əmsalında səhra yaranır. Yəni səhralar elə bir ərazilərdir ki, 200 mm-ə qədər yağıntı düşür və 2000 mm-ə qədər suyu buxarlandırmaq qabiliyyətinə malikdir. Və səhralarda buxarlama ilə buxarlama qabiliyyəti arasında, yağıntı ilə buxarlama qabiliyyəti arasında fərq çoxdur. Yəni testin düzgün cavabı 1-də C variantı. Növbəti rütubətli əmsalının vahiddən böyük olduğu ərazilər. Ümumiyyətlə biz bilirik ki, rütubətli əmsalının vahiddən böyük olduğu ərazilər bu rütubətli ekvatorial meşələrdir. Vahiddən böyükdür. Enliyarpaqlı meşələrdir, qarışıq meşələrdir. Həmçinin tayqa meşələridir, tundra meşə, tundra, arktik səhralar təbii zonasında rütubətli əmsalı vahiddən böyükdür. Rütubətli əmsalının vahiddən böyük olduğu ərazilər üçün səciyyəvi əlamətlər hansılardır? Bataqlaşma üçün əlverişli təbii şəraitin olması birinci cavab. Kserofitlər bu rütubətli əmsalının vahiddən kiçik olduğu səhra və yarımsəhralar üçün səciyyəvidir. Sıx çay şəbəkəsinin olması, bu da rütubətli əmsalının vahiddən böyük olduğu ərazilər üçün səciyyəvidir. Fiziki aşınma rütubətli əmsalının vahiddən kiçik olduğu ərazilər üçün səciyyəvidir. Duzlu göllərin yaranması üçün əlverişli şəraitin olması, bu da rütubətli əmsalının vahiddən kiçik olduğu ərazilər üçün səciyyəvidir. Sizə deyilsə ki, rütubətli əmsalının vahiddən kiçik olduğu ərazilər üçün səciyyəvi əlamətlər, onda 2, 4 və 5 cavablarını götürə bilərik. Bizə rütubətli əmsalının vahid və vahiddən böyük olduğu ərazilər dediyi üçün düzgün cavab 1, 3, testin düzgün cavabı Y variantı. Növbəti 3-cü test tapşırığına fikir versək, qurunun qədim buzlaşmaya məruz qalmış hissələri və onun müasir relyefdə izləri. Biz bilirik ki, dünyada Avropanın şimalı və Şimali Amerikanın şimal hissəsi qədim buzlaşmaya məruz qalıb. Yəni 4-cü dövr, Kaynazoyun 4-cü dövr buzlaşmasına məruz qalıb. Ümumiyyətlə 4-cü dövr buzlaşmasına məruz qalan ərazilərə qeyd edə bilərik ki, biz məsələn Skandinaviya yarımadasıdır, Şərqi Avropanın şimalıdır, Kola yarımadasıdır, Almaniya Polşanın şimalıdır, Labradordur, Hudson sahili ərazilərdir, mərkəzi düzənliklərdir, Kanada arxipelağıdır. Bu ərazilər qədim buzlaşmaya məruz qalmış ərazilərdir. Və bu ərazilərdə qədim buzlaşmanı sübut edən amillər hansılardır? Birinci, buzlaq mənşəli göl çökəklilərinin olması. Sonra buzlaq relyef formalarının geniş yayılması, həm də sahillərin girintili, çıxıntılı olması. Bu əsas amil sübut edir ki, bu ərazilər qədim buzlaşmaya məruz qalıb. Növbəti, qırmızı qonur torpaqların yayıldığı ərazilər. Biz bilirik ki, savannaların torpağı qırmızı qonur torpaqlardır və savannalarda əsasən qırmızı qonur torpaqlar yayılıb. Və görürük ki, bu savannalarda qırmızı qonur torpaqlar geniş yayılıb. Həmçinin müxtəlif ərazilərdə, savannalarda qırmızı qonur torpaqlar geniş yayılmışdır. Yəni düzgün cavab savanna və seyrək meşələr. Növbəti 5-ci test tapşırığında antropogen landşaft nədir? Biz bilirik ki, insanın təsərrüfat fəaliyyəti ilə
Ümumiyyətlə, insanın yaratdığı landşaflar necə adlanır? Antropogen landşaflar. İnsanın təsərrüfat fəaliyyəti ilə yaranan landşaflar adlanır antropogen landşaflar. Və antropogen landşaflara məsələn deyə bilərik meyvə bağları, üzüm bağları, yaşayış məntəqələri, kanallar. Bunlar hamısı insanın yaratdığı landşaflardır və antropogen landşaf adlanır. Suvarmanın mahiyyəti. Növbəti 6-cı sualda suvarmanın mahiyyəti. Suvarma nə üçün, yəni əraziləri suvarırıq? Torpaqda rütubət çatışmır. Torpaqda rütubət çatışmadığından biz süni şəkildə torpağın rütubətini artırmaq üçün torpağı sulayırıq. Yəni torpaqda rütubətin miqdarını süni yolla nə edirik? Artırırıq. Bu suvarmanın mahiyyətidir. Yəni məsələn götürək ki, Azərbaycanda yay ayları isti quru keçir və bitkilərin, ağacların yay aylarında suvarmaya böyük ehtiyacı olur. Nəyə görə? Süni yolla torpağın rütubətini artırmağa çalışırıq. Növbəti test tapşırığında 7-də zonallığın yaranmasının səbəbi. Ümumiyyətlə zonallıq nədir? Zonallıq coğrafi enlikdən asılı olaraq dəyişən amillərdir. Zonal amillər ümumiyyətlə coğrafi enlikdən asılı olaraq dəyişən amillərdir. Məsələn, iqlimdir, torpaqdır, bitkidir, heyvanlardır, səth suları bunlar zonal amillərə aiddir. Enlik zonallığı var. Məsələn, ekvatordan qütbə təbii zonaların dəyişməsi bu enlik zonallıqdır. Zonallığın ümumiyyətlə yaranmasının səbəbi yerin orbit müstəvisinə meyilli olmasıdır, yerin formasıdır, həmçinin günəş istiliyi və işığının günəş istiliyi və işığının yer kürəsində qeyri-bərabər paylanmasıdır. Rütubətin qeyri-bərabər paylanması zonallığın yaranmasına səbəb olur. Yəni zonallığı yaradan nədir? İstilik və rütubətin nisbətidir. Ekvatordan qütblərə doğru yer kürə şəklindədir. Yer orbit müstəvisinə meyillidir. Yer kürəsi orbit müstəvisinə meyilli olduğundan günəş şüalarının düşmə bucağı müxtəlifdir. Və yaxud yer kürə formasında olduğundan günəş şüalarının düşmə bucağı ekvatordan qütbə doğru dəyişir. Günəşin düşmə bucağı dəyişdiyindən istilik də dəyişir. İstilik dəyişdiyindən rütubətin miqdarı da dəyişir və beləliklə ekvatordan qütbə zonal komponentlər iqlim, torpaq, bitki, heyvanlar aləmi, səth suları yaranır. Beləliklə zonallığın yaranmasının səbəbi istilik və rütubətin nisbətinin dəyişməsidir. Növbəti 8-ci sualda daha çox landşaft qurşaqlarının müşahidə edildiyi dağlar. Subarktik qurşaqda yerləşən hündürlüyü 4000 metr olan dağda landşaft qurşaqları çox müşahidə olunmayacaq. Ona qütbə yaxın olan ərazilərdə, məsələn, qar xətti daha alçaqdan keçdiyindən dağın daha çox hissəsində qar və buzlaqlarla örtülü olacaq. Ona görə daha çox landşaft qurşağı A variantında müşahidə olunmayacaq. Növbəti variantda Arktik qurşaqda dağın hündürlüyü 6000 metrdə olsa, burada ancaq qar-buzlaq landşaftı müşahidə olunacaq. Mülayim qurşaqda dağın hündürlüyü 5000 metrdirsə, burada deyə bilərik ki, bütün landşaftları müşahidə etmək mümkün olacaq. Məsələn, mülayim qurşaqda ətəyi çöl zonasında çöl, meşə, subab, av çəmənliklər, subnival, nival kimi landşaftları müşahidə etmək olacaq. Tropik qurşaqda hündürlüyü 3000 metr olan dağda, məsələn, tropiklərdə qar xətti 5000-6000 metrdən keçir və beləliklə tropiklərdə 3000 metr olan dağda bütün landşaft tiplərini müşahidə etmək olmayacaq. Ekvator bu ərazilərdə qar xətti 4500-5000-dən keçdiyindən 2000 metrdə bütün landşaft tiplərini müşahidə etmək olmayacaq. Düzgün cavab C variantı. Növbəti podzol, yəni küləçalan torpaqların geniş yayıldığı ərazilər. Biz bilirik ki, podzol torpaqlar yayılıb harda? Tayqa meşələrində. Və tayqa meşələri də iki materikdə, Avrasiya və Şimali Amerikada mülayim iqlim qurşağında geniş yayılıb. Tayqa meşələri və tayqa meşələri də bilirik ki, daha çox Kanadaya düşür, qismən ABŞ-a düşür, Norveç, İsveç, Finlandiya və Rusiya ərazisinə düşür. İndi podzol küləçalan torpaqlarında yayıldığı təbii zona bu podzol tayqadır. Yəni iynəyarpaqlı meşələrdir, ya B-dədir, ya D-dədir. Ancaq burada Kanadada iynəyarpaqlı meşələr yayılıb, Norveçdə yayılıb, Finlandiyada yayılıb. Testin düzgün cavab B variantı. Burada Finlandiyada, İsveçdə yayılsa da Fransada enliyarpaqlı meşələr yayılıb. Görürük ki, burada Fransada enliyarpaqlı meşələr yayılıb. Testin düzgün cavabı 9-da B variantı. Növbəti sualda, 10-cu sualda yarımsəhra və səhra
landşaftlarına xas olmayan əlamət. Deyir, dəmiyə əkinçiliyinin inkişafı. Yarımsəhra və səhra landşaftlarına xas olmayan xüsusiyyət dəmiyə əkinçiliyinin inkişafı. Doğrudan da səhra və yarımsəhralar üçün dəmiyə yox, suvarma əkinçiliyidir. Bu dəmiyə əkinçiliyi yağıntı bol düşən ərazilərdə, dağ ətəyi və ortadağlıq ərazilərdə dəmiyə əkinçiliyi. Bu yarımsəhra üçün səciyyəvi olmayan əlamətdir. Səhralarda boz torpaqlar yayılıb, boz qonur, şoran torpaqlar yayılıb. Bu səhralar üçün səciyyəvi olan xüsusiyyətdir. Rütubətli əmsalı vahiddən kiçikdir, 0.1 səciyyəvi əlamətdir. Quraqlığa davamlı kol, efemer bitkiləri, doğrudan da quraqlığa davamlı kserofit bitkiləri inkişaf edib, efemer də birlik ot bitkiləridir. Səhra və yarımsəhralar üçün səciyyəvidir, doğru fikirdir. Və suvarma əkinçiliyin inkişafı, səhralar da quru ərazilərdir, rütubətli əmsalı bərabərdir 0.1-dir. Yəni 1/10-dir, yəni 200/2000 rütubətli əmsalı. Ona görə testin düzgün cavabı A variantı. Növbəti 11-ci sualda tayqa zonası üçün səciyyəvi olmayan əlamət deyir, mülayim iqlim qurşağında yayılmışdır. Doğrudan da tayqa, görürük ki, tayqa zonası mülayim iqlim qurşağında yayılıb. Yəni bu doğru fikirdir. Doğru fikirdir. İnyarpaqlı meşələrdir. Bu da doğru fikirdir. Podzol torpaqlar yayılıb. Tayqanın torpağı podzoldur. Subarktik qurşaqda geniş yayılmışdır. Görürük ki, subarktik qurşaqda tundra, meşə tundra təbii zonası yayılıb. Ona görə bu ifadə tayqa üçün səhvdir. D variantı. Şimal yarımkərəsində geniş sahə tutur. Bəli, Avrasiya və Şimali Amerikada geniş sahə tutur. Növbəti sualda, 12-ci sualda təbii zonaların enlik üzrə dəyişməsinin səbəbi, yəni təbii zonalar nəyə görə ekvatordan qütbə, məsələn, rütubətli ekvatorial meşə, dəyişkən rütubətli meşə, savanna və seyrək meşə, səhralar, zodyarpaqlı meşə və kolluqlar, qarışıq enliyarpaqlı, tayqa, tundra meşə, tundra və arktik zonaların ekvatordan qütbə doğru dəyişməsinin səbəbi nədir? Yəni təbii zonalar niyə enlik üzrə dəyişir? Bunun səbəbi istilik və rütubətin, yəni günəş şüalarının düşmə bucağının dəyişməsi və yağıntıların paylanması. Ekvatordan qütbə günəşin düşmə bucağı dəyişir, nəticədə temperatur dəyişir. Temperatur dəyişdiyi üçün yağıntıların miqdarı dəyişir və nəticədə təbii zonalar enlik üzrə dəyişir. Cavab olur C variantı. Yəni təbii zonaların enlik üzrə dəyişməsi səbəbi istilik və rütubətdir. Əgər ekvatordan qütbə doğru istilik və rütubət dəyişməsəydi, təbii zonalar eyni olardı. Ancaq məsələn ekvatorda rütubətli əmsalı 2600 deyək 1200 vahiddən böyükdür. Savannalarda məsələn 1200/1400-dür. Səhra və yarımsəhralarda 200/2000 rütubətli əmsalıdır. Və yaxud zodyarpaqlı meşə və kolluqlarda 0.8-dir. Və yaxud qarışıq enliyarpaqlı meşələrdə vahiddən böyükdür. Rütubətli əmsalı dəyişdiyindən, yəni istilik və rütubət dəyişdiyindən təbii zonalar enlik üzrə dəyişir. Növbəti coğrafi təbəqədə təbii proseslərin baş verməsinin səbəbi. Coğrafi təbəqədə bütün təbii proseslərin baş verməsinin iki səbəbi var. Bir, günəş enerjisidir, günəş enerjisi və ikinci yerin daxili enerjisidir. Bu, yerin daxili enerjisi və günəş enerjisinin sayəsində coğrafi təbəqədə təbii proseslər baş verir. Yəni 13-cü sualda testin düzgün cavabı A variantı. Növbəti 14-cü sualda dağlarda şaquli qurşaqlığı yaradan səbəb. Yəni dağlarda dağın ətəyindən zirvəsinə doğru niyə təbii zonalar bir-birini ardıcıl əvəz edir? Dağın ətəyindən zirvəsinə doğru təbii zonaların bir-birini ardıcıl əvəz eləməsinin səbəbi eyni ilə ekvatordan qütbə olduğu kimidir. Ekvatordan qütbə doğru temperatur dəyişir. Nəticədə təbii zonalar bir-birini əvəz edir. Həmçinin dağın ətəyindən zirvəsinə doğru temperatur azalır, yəni istiliyin miqdarı dəyişir. Həmçinin istiliyin miqdarı dəyişdiyindən yağıntının da nisbəti dəyişir. İstilik və yağıntının nisbətinin dəyişməsi nəticədə təbii zonaların dəyişməsinə səbəb olur. Məsələn, deyək, dağ çölləri, dağ meşələri, dağ çəmənləri, subnival, nival kimi landşaft tipləri nədir? Formalaşır. Ona görə testin düzgün cavabı C variantı. 15-ci sualda daimi qar xətti daha hündürdən keçən dağ silsilələri. Ümumiyyətlə bilirik ki, qar xəttinin hündürlüyü
Ekvatorda 4500-5000 metrdən keçir qar xətti. Ekvatorda 4500-5000. Tropik enliklərdə qar xətti məsələn 5000-6000 metrdən keçir. Deməli subtropik enliklərdə qeyd edə bilərik ki, bu 3500-4300-dən keçir. Mülayim enliklərdə bu məsələn mülayim enliklərdə daha aşağıdır. Məsələn 2500, 3000, 3500 metr hündürlükdən keçə bilir. Qütb ətrafı enliklərdə isə bu dəniz səviyyəsinə enir. İndi qar xətti daha hündürdən keçən dağları müəyyənləşdirir. Daimi qar xətti daha hündürdən keçən dağlar müəyyənləşdirmə tələb olunur. Məsələn, böyük su ayırıcı Apalas dağlarında qar xətti mülayim enliklərdən nisbətən alçaqdan keçir. Məsələn, Ural dağlarında nisbətən alçaqdan keçir. Skandinaviya dağlarında alçaqdan keçir. Və yaxud Karpat dağları mülayim enliklərdə nisbətən deyək alçaqdan keçir. Məsələn, Ant dağlarının tropik enliklərində qar xətti hündürdən keçər. Himalay dağlarında qar xətti hündürdən keçər. Və yaxud Tian Shan dağlarında qar xətti hündürdən keçər. Burada isə Skandinaviya dağlarında qar xətti aşağıdan keçəcək. Ona görə testin düzgün cavabı 15-də D variantı. Növbəti böyük səhrada vahələrin yaranmasının səbəbi. Burada Afrikanın şimalında dünyanın ən böyük səhrası, böyük səhra yerləşir. Yəni Sahara səhrası yerləşir. Burada vahələr nədən yaranır? Ümumiyyətlə vahə nədir? Səhralarda yeraltı suların səthə çıxdığı ərazilər vahələr adlanır. Və vahələrin yaranmasının səbəbi bir çökək relyefdir. Səhralarda çökək relyef olduğundan çökək relyefdə və şirin sular, şirin yeraltı sular səthə yaxın olduqda nəticədə nə yaranır? Vahələr yaranır. Burada su şirin olmalıdır ki, orada müəyyən canlılar əmələ gələ bilsin, özünə məxsus. Yəni şor suda canlı özünə məxsus bitki aləmi əmələ gələ bilmir. Səhralarda da yeraltı suların səthə çıxdığı ərazilər insanların yaşaması üçün, canlıların yaşaması üçün ən əlverişli ərazidir. Və nəticədə şirin su yer səthinə çıxır, çökək relyefdə və vahələr yaranır. Növbəti 17-ci sualda iqlim qurşağı və tiplərinə müvafiq gələn təbii zona və torpaq tiplərinin düzgün sıra. İqlim qurşağı və tiplərinə müvafiq gələn təbii zona və torpaq tiplərinin sırasını müəyyənləşdirin. Deyir, Aralıq dənizi iqlim tipində biz bilirik ki, məsələn, Aralıq dənizi iqlim tipində yayılıb zodyarpaqlı meşə və kolluqlar. Zodyarpaqlı meşə və kolluqların torpaqları da qəhvəyi torpaqlardır. Bu, yəni doğru fikirdir. Testin düzgün cavabı A variantı. Kəskin kontinentalda enliyarpaqlı meşələr əmələ gələ bilməz. Enliyarpaqlı meşələr görürük ki, mülayim dənizdə və mülayim kontinentalda enliyarpaqlı meşələr əmələ gəlir. Ona görə burada enliyarpaqlı meşələrin də torpağı boz deyil. Boz torpaqlar səhra və yarım səhralardır. Subekvatorial savanna və seyrə meşə əmələ gəlir. Lakin savannaların torpağı qırmızı qonur torpaqlarıdır. Qara torpaqlar çöllərin torpağıdır. Qara torpaq anlayışı səhvdir burada. Burada boz torpaq anlayışı səhvdir. Tropiklərdə səhra və yarım səhra yaranan ancaq qırmızı qonur savannaların torpağıdır. Səhranın torpağı nədir? Boz torpaqlar. Musson meşələri. Musson, tundra. Ümumiyyətlə, musson iqlimində tundra, meşə tundra təbii zonası yarana bilmir. Tundra, meşə tundra burada subarktik olmalıdır. Ona görə bunlar yanlış fikirlərdir. 17-ci test tapşırığında testin düzgün cavabı A variantı. Növbəti qədim buzlaşmaya məruz qalan adaları müəyyənləşdirin. Biz bilirik ki, qədim buzlaşmaya məruz qalan, məsələn, burada Novaya Zemlya adası qədim buzlaşmaya məruz qala bilər. Novaya Zemlya. Skandinaviyada qədim buzlaşmaya məruz qala bilər. Ancaq Kalimantan, ekvator bu ərazilərdə qədim buzlaşmaya məruz qala bilməz.
İslandiya qədim buzlaşmaya məruz qala bilər. Yutlandiya məruz qalsa da Yucatan yarımadası məruz qala bilməz. Frans İosif torpağı qədim buzlaşmaya məruz qalar. Spurgeon məruz qalar. Kola məruz qalar. Testin düzgün cavabı 18-də C variantı. Yava adası məruz qala bilməz. Kamçatka, Yamal. Bunlar indi müasir buzlaqlar da mövcuddur bunlarda. Yava adası olmaz. Y variantında məsələn Florida yarımadası qədim buzlaşmaya məruz qala bilməz. Alyaskada elə müasir buzlaqlar da mövcuddur. Qədim buzlaşmaya məruz qalmış ərazilərdir. Həmçinin Vrangeldə müasir buzlaqlar mövcuddur. Vrangel adasında. Yəni testin düzgün cavabı C variantı. Aqroiqlim ehtiyatının əsas göstəricisi. Ümumiyyətlə aqroiqlim ehtiyatı nədir? Orta temperaturlar cəminin 10 selsidən yuxarı olmasıdır. Həmçinin iqlimin kənd təsərrüfatı üçün yararlı hissəsidir aqroiqlim ehtiyatı. Aqroiqlim ehtiyatının əsas göstəriciləri nələrdir? Burada vegetasiya dövründəki yağıntıların miqdarı, bu doğru fikirdir. Hündürlüyə doğru temperaturun artması. Hündürlüyə doğru temperaturun artması. Bu aqroiqlim ehtiyatı artmır. Hündürlüyə doğru aqroiqlim ehtiyatı hesab olunmur. Şaxtasız dövrün davam etmə müddəti doğrudur, aqroiqlim ehtiyatı sayılır. İsti küləklərin tez-tez təkrarlanması bu aqroiqlim ehtiyatı sayılmır. Feal temperaturların cəminin 10 selsidən yuxarı olması bu aqroiqlim ehtiyatı sayılır. Buxarlanma qabiliyyətinin aşağı olması bu aqroiqlim ehtiyatı sayılmır. Yəni testin düzgün cavabı 1, 3, 5. Variant 19-cu test tapşırığında B variantı. Növbəti sualda enlik zonallıq nədir? Biz bilirik ki, zonallıq enlik zonallığı var və şaquli zonallıq, yəni azonallıq yüksəklik qurşağı mövcuddur. Enlik zonallıq deyəndə enliklər üzrə təbii zonaların ekvatordan qütbə doğru ardıcıl dəyişməsi nəzərdə tutulur ki, rütubətli ekvatorial meşə, dəyişkən rütubətli meşə, savanna, seyrək meşə, səhra və yarım səhra, cod yarpaqlı meşə və koluqlar bu ekvatordan qütbə təbii komplekslərin bir-birini əvəz etməsi nə adlanır? Enlik zonallığı. Ona görə testin düzgün cavabı 20-də C variantıdır. Növbəti 21-də terraslaşdırma adlanır. Ümumiyyətlə terraslaşdırma yamacların sürüşmələrin qarşısını almaq üçün, ümumiyyətlə yamaclarda eroziyanın qarşısını almaqdan ötürü yamacların eroziyanın qarşısını almaq üçün yamacların pilləvari şumlanması, pilləli sistemin yaradılması buna adlanır terraslaşdırma. Yəni yamacları eninə şumlamaq, yəni pilləvari, pilləkən formasında şumlanması. Nəyə görə şumlayırlar? Eroziya sürüşmənin qarşısını almaqdan ötürü. Torpaq eroziyası növbəti 22-ci sualda torpaq eroziyası adlanır. Ümumiyyətlə deyə bilərik ki, torpaq eroziyası burada baxsaq, torpağın münbit qatının su, külək vasitəsilə yuyulması, dağılması prosesidir bu eroziya. Torpağın eroziyası, yəni torpağın üst münbit qatının su və külək vasitəsilə yuyulması və dağılması prosesi nə adlanır? Torpaq eroziyası. Yəni testin düzgün cavabı Y variantı. Növbəti sualda, 23-cü sualda təbii zonaların bir-birindən fərqləndirən əsas əlamətlər. Hər bir təbii zona bir-birindən nəyə görə fərqlənə bilər? Hər bir təbii zona bir-birindən ərazinin iqliminə görə fərqlənə bilər, torpaq örtüyünə görə, bitki örtüyünə və heyvanlar aləminə görə fərqlənə bilər. Məsələn, rütubətli ekvatorial meşələr ekvatorial iqlim qurşağında yayılıb, savanna və seyrək meşələr daha çox subekvatorial iqlim qurşağında yayılıb. Bunların torpaq iqliminə görə fərqləndir. Məsələn, təbii zonalar, həmçinin torpaq örtüyünə görə rütubətli ekvatorial meşələrin torpağı qırmızı, sarı ferrolit və ya laterit, savanna və seyrək meşələrin torpaqları isə qırmızı qonur. Həmçinin ekvatorial meşələrdə bitki örtüyü keçirilməz meşələrdir, savannalarda hündür boylu ot bitkiləri. Və deyək ki, heyvanat aləminə görə savannalarda məsələn məşhur yırtıcı heyvanlar yaşayır burada, fildir. Ümumiyyətlə burada fil, kərkədan, begamot, antilop və s.
Ekvatorial meşələrdə isə digər canlılar yaşayır. Ona görə təbii zonalar bir-birinin iqliminə, torpağına, bitki növünə və heyvanlar aləminə görə fərqlənir. Növbəti burada 24-cü sualda 24-cü sualda sxematla subtropik iqlim qurşağında yerləşən dağlarda subnival və nival landşaftların yerləşdiyi məntəqələri müəyyən edin. Burada subtropik iqlim qurşağında qar xətti 3900-dən keçir və H məntəqəsində nival buzlaq formalaşacaq. Təxminən 3000-4000 metr hündürlükdə, yəni subnival landşaft formalaşacaq. Ondan sonra M-də dağ çəmənləri formalaşacaq. K-da dağ meşələri formalaşacaq. S-in də aşağı hissəsində dağ çölləri formalaşa bilər. Ona görə subtropik iqlim qurşağında N və H məntəqələrində subnival və nival landşaftları formalaşmış olacaq. Növbəti 25-ci sualda deyir, illik yağıntıların miqdarı boldur, zəngin bitki heyvanlar aləmi var, qırmızı sarı ferrarit torpaqlar yayılıb. Buradan görürük ki, qırmızı sarı ferrarit torpaqlar Afrika, Cənubi Amerika materiklərində böyük sahə tutur, illik amplitudu azdır. Məsələn, rütubətli ekvatorial meşələrdə illik amplituda azdır. Həmçinin Afrikada, Cənubi Amerikada rütubətli ekvatorial meşələr Afrika və Cənubi Amerikada geniş sahə tutur. Bilirik ki, geniş sahə tutur həm Afrikada, həm Cənubi Amerikada. Və torpaqları qırmızı sarı ferrarit və laterit torpaqlarda zəngin bitki heyvanat aləmi var. Həmçinin illik yağıntılar da 2000-3000 mm yağıntı düşür. Ona görə testin düzgün cavabı olacaq. Testin düzgün cavabı B variantı. 26-cı test tapşırığında yağıntıların düşməsində fəsil dəyişkənliyi kəskin nəzərə çarpır. Demək ki, bu keçid iqlim qurşağında yerləşən bir təbii zonadır ki, yayda bir hava kütləsi hakim olur. Qışda bir hava kütləsi, nəticədə yağıntıların paylanmasında fəsil dəyişkənlik kəskin nəzərə çarpır. Orta illik temperatur 20 Selsidən yuxarıdır. Demək ki, bu savanna və seyrək meşə ola bilər və bitki və heyvanlar aləmi zəngindir. Münbit torpaq qatı, ümumiyyətlə torpaqları münbitdir və torpaq qatı qalındır. Burada savanna və seyrək meşələrdir. Savannalar doğrudan da qeyd edə bilərik ki, savannalarda torpaqlar münbitdir və torpaq qatı qalındır. Səbəb savannalar hündürboylu ot bitkilərinin yayıldığı ərazilərdir və burada hündürboylu ot bitkiləri yayıldığından, savannalarda hündürboylu ot bitkiləri yayıldığından deyə bilərik ki, otlar məhv olduqdan sonra münbit qalın torpaq qatı yaradır. Həmçinin qeyd edə bilərik ki, bitki və heyvanlar aləmi zəngindir. Səbəb hündür otların olmasıdır. Heyvanların da əsas qida mənbəsi otdur. Və savannalar subekvatorial iqlim qurşağında yerləşdiyindən burada temperatur 20-30 dərəcə üzərindəndir. Və yağıntıların düşməsində fəsil dəyişkənliyi aydın nəzərə çarpır. Yayda bol yağıntı düşür. Qış quraq keçir. Cavab savanna və seyrək meşələr. Növbəti 27-ci sualda tropik və arktik səhralarda bitki örtüyünün kasıb olmasının səbəbi. Tropiklər aydın məsələdir ki, isti quru ərazilərdir. Tropiklər isti quru ərazilər olduğundan burada qeyd edə bilərik ki, isti quru olduğundan tropiklərdə bitki örtüyü kasıbdır. Həmçinin arktik səhralar da qütb ətrafı ərazilər olduğundan burada soyuq və sərt iqlimdir. Tropiklər isti qurudur, səhralar isə, yəni arktik səhralar isə soyuqdur. Bu səbəbdən hər ikisində 27-ci sualda bitki örtüyü zəif inkişaf edib. Testin düzgün cavabı A variantı. Növbəti 28-də savanna və çöl zonalarında bitki örtüyünün zəngin olmasının səbəbi. Savannalarda, ümumiyyətlə savannalar subekvatorial iqlim qurşağında geniş yayılıb. Burada əlverişli temperatur var. Həmçinin rütubətli şəraiti və münbit torpaqlar. Savannaların torpağı qırmızı qonurdur. Çöllərin qara və şabaldıdır. Və əlverişli temperatur və rütubətli şəraiti var. Ona görə zəngin bitki örtüyünə malikdir. Yəni belə bir şəraitdə zəngin bitki örtüyü əmələ gələ bilər. Məsələn, savannaların yayı quru keçmir. Bu yanlışdır. Və yaxud
Arid, arid iqlim şəraitində zəngin bitki örtüyü əmələ gələ bilməz. Və yaxud savannalarda alçaq təzyiq, bol və yaxud çöllərdə, burada savannalar məsələn subekvatorda yerləşir. Yayda qalxan hava alçaq təzyiq, qışda enən hava yüksək təzyiq. Yəni bu yanlış fikirdir. İl boyu rütubətlənmə də bu savannalar üçün və ya çöllər üçün səhv fikirdir. Cavab düzgün cavab C variantı. Növbəti 29. Sərhədləri daxilində daha çox təbii zonada formalaşan iqlim qurşağı. Tropikdə məsələn səhra və yarımsəhralar geniş yayılıb, savannalarda yayıla bilər, dəyişkən rütubətli də. Yəni maksimum tropik iqlim qurşağında 3 təbii zonada. Ekvatorial iqlim qurşağında rütubətli ekvatorial meşələr yayılıb. Xəritədən də görürsüz. Həmçinin mülayim iqlim qurşağında burada qeyd edə bilərik qarışıq və enliyarpaqlı meşələr, tayqa meşələri, çöl meşə çöllər, ondan sonra musson meşələri kimi təbii zonaları mülayim iqlim qurşağında qeyd eləmək olar. Ona görə ən çox təbii zona formalaşacaq mülayim iqlim qurşağında. Arktikada yalnız arktik səhralarda, subekvatorda savannalar var. Həmçinin dəyişkən rütubətli meşələrə də rast gəlinir. Testin düzgün cavabı C variantı. 30-cu test tapşırığında mütləq hündürlüyü yüksək olsa da daha az landşaft qurşaqlarının olduğu dağların yerləşdiyi coğrafi enliklər. Bu qütb ətrafı ərazilərdir. Qütb ətrafı ərazilər elə bir ərazilərdir ki, qütbdə dağın ətəyindən zirvəsinə doğru ancaq bir landşaft qurşağı müşahidə olunur. O da qar və buzlaqlardır. Yəni testin düzgün cavabı 30-da Y variantı.